Şəhid övladları üçün təşkil olunan 5-ci Yaşad yay düşərgəsi davam edir. Yaşad Fondu və Asan Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən Lənkəranda keçirilən layihənin sonuncu həftəsi artıq başlayıb. Düşərgədə bu həftə ərzində hansı proqramlar təşkil olunacaq? Ətraflı sonuncu reportajımızda. Bu dəfə Yaşad düşərgəsinin iştirakçıları Lənkəranın təbiət incilərindən sayılan sıx meşələrlə əhatələnən Xanbulan gölündə qonaq oldular. Füsunkar təbiət qoynunda təşkil olunan ekskursiya uşaqlarda xoş təəssüratlar yaratdı. Yaşım 13-dür. Bugün Yaşad düşərgəsindən gəlmişik Xanbulana. Bura çox füsunkar bir ərazidir və bu 7 gün daha əyləncəli və xoşbəxt keçəcək bizim üçün və bura çox gözəldir. Artıq 5-ci dəfədir ki, Yaşad düşərgəsində iştirak edirəm və birinci düşərgədən etibarən hər il burada təzə dostlar və dostluq qazanıram. Düşərgədə təşkil olunan proqramlar yalnız əyləncə xarakterli deyil. Burada uşaqlar üçün psixoloqların iştirakı ilə fərdi və qrup terapiyaları, motivasiya sessiyaları, konsultasiyalar, həmçinin konsert proqramları da təşkil olunur. Bu həftə ərzində mənəm psixoloq təlimçi kimi və bizdə burada fərqli oyunlar olacaq, öyrədici oyunlar olacaq, psixoloji metodikalarımız olacaq, daha sonra özünü ifadə etmək, ünsiyyət bacarıqları, empatiya qabiliyyəti, stresə davamlılıq, imtahan stresi və sair mövzularda olacaq. Artıq 5 illik Yaşad düşərgəsində iştirak edirəm və bu günlər biz psixoloqla təlimdəyik. Burada psixoloq bizə düşərgədə davranış qaydalarını, necə davranmalıyıq, nəzakət nədir, burada necə sistemlə durmalıyıq, onların hər birini izah edir. Mənə çox xoşdur ki, biz belə təlimləri keçirik. Bu dəfə Yaşad yay düşərgəsində 14 yaşında olan 37 şəhid övladı iştirak edir. Mən Yaşad Fondunun 7-ci düşərgəsində iştirak edirəm və burada maraqlı oyunlar, gəzintilər və s. başqa işlər görürük. Stolüstü oyunlar oynuyoruz. Burada inanıram ki, günümüz çox maraqlı keçəcək. Hələ 6 gündə burada olacağıq. Bu il keçirilən 5-ci Yaşad yay düşərgəsi ümumilikdə 7 həftəni əhatə edir və 400-ə yaxın şəhid övladının iştirakını nəzərdə tutur. Nuranə Tələt qızı, Zaur Dadaşov, Şamilə Şamil qızı, ASTV xəbər.